Özü bir təqdim edeyim. Musayeva Zakirə, Musaxan qızı. Zakir xanım, buyurun, neçə evladınız var? 6 övladım var. Biri ailəlidir. İkinci uşağım birinci qrup əlildir. 4 uşağım məktəblidir. Onlar da uşaq pulu alıram. Uşağın birinə 105 manatdan. 4'ü də məktəblidir. Yəni heç cürə uşaqların əyin başını məktəbə çatdıra bilmirəm. İldə hərəsinə 4 cür ayaqqabı lazım olur. Əyinlərinin kurtkası, cürbəcür geyimləri. Yəni heç cür o maaşı aldığım pulu onlara çatdıra bilmirəm. Özüm heç bir yerdə işləmirəm. Əlil uşağıma baxıram. Bir uşağım da gözdən əlildir. Yəni pensiya almıram. 3 dəfə avtokaz gəlib uşağımın pensiyası baxılmır. Evdə də yəni dolanışığım qeyri, yəni mümkünsüzdür, çətinlikdir. Ən çox ailədə o pul nəyə xərclər? Uşaqların əyin başına, məktəbinə, yəni dolanışığı, yeməkləridir, produktlarımıdır, yəni belə çatdıra bilmirəm. Yəni istədiklərini yeyə bilmirlər, istədikləri kimi geyinib gəzə bilmirlər. Toy olur, ondan hadisələr olur, heç bir yerə gedə bilmirəm. Çox çətinlikdir, çox çətinlik çəkirəm. Uşaqlarım istədiyi kimi, yəni şəraiti yoxdur. Yaşaya bilmirlər də, dolandıra bilmirəm. Uşaqlara verilən müavinətin, uşaq pulunun artırılması, bir çox uşaqlı ailə kimi sizin ailə büdcəsinə necə təsir edə bilər artırılması? Əlbəttə ki, artırılsa daha da yaxşı olar, daha da yeməklərinə, geyməklərinə daha da belə rahat çatdıra bilərəm. Çünki heç cür çatdırmaq olmur, heç cür yaşayışların istədikləri kimi yaşada bilmirəm onlara. Paltarların, ayaqqabıları necə olur mu ki, biri digərinə ayaqqabısını geyinir? Bəli, bəli, o yəni çatdırmayanda ayaqqabılarını geyinirlər bir-birlərinin, əyin başlarının bir-birləri. Səhər-səhər birinin sumkasını o bir uşağım götürür, gedir. Günorta gözləyir, bacısı gəlir, onun sumkasını götürüb bu bir övladım gedir. Yəni heç cürə alındıra bilmirəm. Başqa ünvanlı sosial yardım? Xeyr, heç bir yerdən nə yardım verilir. Yəni xəstə uşağımdır, neçə illərdir, 18 ilin xəstəsidir, heç bir yerdən yardımı verilməyib. Yəni şikayətlərimə baxmayaraq, o qədər şikayətlər eləmişəm, heç bir yerdən köməyim olmayıb. Və mən də artıq dərəcə xahiş eləyərdim ki, övladlarıma yardım olsun, ondan uşaq pulları qalxsın, kömək olsun, kömək istəyirəm. Yoldaşım da Kafkozda işləyir. Yəni onun da aldığı 360 manat məbləğdir. Ondan da ki, heç cürə çatdırmaq olmur. Xəstə uşaqdır, iynəsi olur, dərmanı olur. Uşaqlar da xəstələnirlər. Yəni heç cürə iynə dərmanları da ala bilmirəm. Uşaqlarımı rahat istədiyi kimi yaşada bilmirəm də. Heç cürə çatdıra bilmirəm. Alınan pullar heç cürə kömək olmur. Bu çoxuşaqlı ailənin olmağı, bu özəlliyi nədir? Bundan biraz danışın. Özəlliyi belədir, nə bilim, bir o bacıya bacı lazımdır, qardaşa qardaş. Həmişə mənə dəstəkdilər, uşaq da olsalar həmişə mənə dəstəkdilər. Xəstə bacılarına kömək eləyirlər. Yəni özləri yeməmiş birinci onun yeməyini verərlər, onu geyindirərlər, onu həmişə sevindirirlər. Yəni çox uşaqlı, həm belə deyim, özüm də ikinci uşağım əlil olduğu üçün, yəni Allahın verdiyi gözəl paydır. Xəstəmdən belə deyim, imtina eləməmişəmsə, sağlamımı da dünyaya gətirməyə bir ana kimi borcum olub gətirmişəm.